Hövsan Ləvəncinin arxasında bir dənə gözəl yerdən 7-8 daş kürsülü bizim paket kupçalı 3 otaqlı evimiz çıxıb satışa, dəyərli izləyicilərimiz. Düzdür, burada hardasa bir ay yarımlıq iş var. Bu evi çəkməklə məqsədimiz nədir? Bunu məsələn gəlib bəyənsəz, zövqümüzə uyğun bura gözəl avolar alıb vura bilərik. Fasad rəngi alıb vura bilərik. Məsələn, həyət daşıdır, həyətin daşıdır, danışarıq, razılaşarıq, zövqümüzə uyğun alıb vurarıq. Məsələn, darvazadır, zövqümüzə uyğun danışıb, razılaşıb qoymaq olar inşallah. Bütövlükdə 1.7 sotun içindədir. Həyət biraz dağınıqdır, bunlar boş şeydir. Evimiz cütdaşla inşa olunubdur. Keyfiyyətə maşallah olsun, söz yoxdur. Evin özündən, düz indi bura dolubdur. Bir zəhmət olsun qardaşım göstərginə. Evin özülü 60-ın 40-a beton kəmər tökülüb. Kəmərin üstünə ev tikilibdir. Sonra 7-8 daşın üstündən kəmər atılıb, atmaları yaxın atılıb. Bunların hamısını mən sizə tam ətraflı göstərirəm ki, maşallah olsun, evin təmir tikintisine söz yoxdur. Kimə də maraqlıdırsa, ustasını götürsün, buyursun, gəlsin, baxsın. Allah ustalarımızın canı sağ eləsin, qollarını qüvvət versin. Götürsün, buyursun, gəlsin, baxsın. Bir də evlə sizi yüngül təqdim edeyim. Bu belə gözəl. Burada da həyəti göstər qardaşım. Məhəllə çox qəşəng məhəllədir. Ləvəncinin arxası səhərlər tam qaydasında. Bana daxil olduğumuz zaman koridor sistemidir bura. Bir də elə buradan da göstərək. Yine pəncərənin üstündən də beton kəmər atılıb. Keyfiyyət maşallah olsun, əla. Və burada xamlamızın nəzərində mətbəximiz yerləşir. Belə gözəl. Kombisiya kimi qoyulub, tam hazır vəziyyətdə veriləcək Allah qoysa. Deməli, burada bizim bir otağımız yerləşir. İndi elektrik işi gedir evdə. Sonra koridor sisteminin əvvəlində hamam tualetdir, istifol çəkilib, hazır vəziyyətdə veriləcək. Baxın, tornikatı atılıb, hələ izolyasiyada olunca inşallah. Deməli, burada da bizim bir otağımız yerləşir. Otaqların genişliyi əla. Hə, Sami? Qəşəngdir. Deməli, burada da bizim geniş zalımız yerləşir. Zal da göstərəcək işıqlıdır. Və məsələn, qapı pəncərəmizdir, qoyulubdur. Bunun qiymətini mən nə gözəl sizlər bilirsiniz, dəyərli izləyicilərimiz. Keyfiyyət, maşallah olsun, öz yerində. Qiyməti də elə deyim, 95.000 manat. Bəli, 95.000 manat deyilir. Allah qoysa aşağı yeri olacaq. Əmimiz inşallah aşağı eləyəcək. Bir də həyətin də 15 daş üstündən göstərək. 15 daş neydi? 8 daş üstündən göstərək. Həyətdə də rahat 2 maşın daxil olur. Qiymətdə çox gözəl, qiymətdə 95.000 manat startıvıdır. Danışıb razılaşmaq olar öz yerində. Dediyim kimi, aboydu zat da öz zövqümüzə uyğun alıb, bura qəşəng öz zövqümüzə uyğun yığmaq olar. Bu evimiz kimə maraqlı olsa,